Salam hörmətli izləyicilər. Mən süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı Narin. Siz isə Smart icmal buraxılışını izləyirsiniz. Qarşıdakı dəqiqələrdə nəqliyyat və telekommunikasiya sahələrində ayın ən mühüm xəbərlərini sizinlə bölüşəcəm. Gəlin birlikdə baş verən yeniliklərə nəzər salaq. Asset Ascon Mühəndislik və Texnologiya məktəbinə qəbul üçün qeydiyyat başlayıb. Bakalavr proqramı Ascon Holding və Azərbaycan Texniki Universitetinin əməkdaşlığı TUM International GmbH-nın akademik dəstəyi ilə həyata keçirilir. Asset Azərbaycanın ali təhsil müəssisələrinin təbiət, texniki, texnoloji və əlaqəli ixtisaslarında təhsil alan birinci kursu uğurla başa vurmuş tələbələr üçün nəzərdə tutulub. Namizədlərdən uğurlu akademik nəticə və ən azı B2 səviyyəsində ingilis dili biliyi tələb olunur. Şərtlərə cavab verən tələbələr 15 iyul 2026-cı il tarixinədək asset.edu.az saytında qeydiyyatdan keçərək seçim mərhələsində iştirak edə bilərlər. ASTU-nun nəzdində təsis edilmiş Asset çərçivəsində tədris tamamilə ingilis dilində aparılacaq və Münhen Texniki Universitetinin akademik yanaşması, kurikulumu və qiymətləndirmə standartları əsasında təşkil olunacaq. Tələbələr kompüter elmləri üzrə beynəlxalq standartlara uyğun təhsil alacaq. Eyni zamanda Ascon ekosistemində fəaliyyət göstərən şirkətlərdə real layihələr üzərində işləyərək praktiki təcrübə qazanacaqlar. Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edib. Bakı-Tbilisi-Bakı qatarlarını Azərbaycan ərazisində Bakı Dəmir Yol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmir Yol Vağzalında dayanacaq verilir. Xatırladaq ki, 2019-cu ildə Bakı-Tbilisi-Bakı marşrutu üzrə istifadə olunan köhnə qatarlar artıq istismardan çıxarılıb. Hazırda isə reyslər müasir Stadler vaqonları ilə həyata keçirilir. Yeni nəsil hərəkət tərkiblərində daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edilir. Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirilməsi nəzərdə tutulur. Gələcəkdə isə bu yol 8 noyabr prospekti ilə birləşəcək. İnşa ediləcək bu yeni iri miqyaslı yol Mehdabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şossesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balanslı paylanacaq. Xüsusilə Binəqədi 20 yanvar Ziya Bünyadov prospekti xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq və bir çox nəqliyyat vasitələri bu sıxlıqlardan kənarda alternativ yollarla hərəkət etmiş olacaq. Ümumilikdə həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq. Avtomobil yolunun layihə profilində gələcəkdə tramvay xəttinin təşkili üçün xüsusi zolağın ayrılması nəzərdə tutulur ki, bu da uzun müddətli perspektivdə ictimai nəqliyyatın inkişafına əlavə imkanlar yaradacaq. Məktəblilər arası Milli Kosmik Poçt Kart müsabiqəsi layihəsi çərçivəsində ölkə üzrə 2000 məktəbdən 200 min nəfərədək şagird iştirak edir. Məktəblər öz daxili müsabiqələrini keçirərək ən yaxşı poçt kartlarını seçərək həmin kartları Kosmik Akademiyaya təqdim edirlər. Layihənin sonunda seçilmiş 2000 ədəd poçt kartı raket missiyası ilə kosmosa göndəriləcək və geri qayıtdıqdan sonra kosmosa uçmuşdur təsdiq möhürü ilə iştirakçılara təqdim ediləcək. Bu təşəbbüs çərçivəsində məktəblilər yaratdıqları poçt kartları ilə kosmosa mesaj göndərmə imkanı qazanacaqlar. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramı çərçivəsində Təbriz küçəsində piyadaların, ictimai nəqliyyat və mikromobillik istifadəçilərinin rahatlığını təmin edən geniş miqyaslı layihənin icrasına başlanılır. Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Təbriz küçəsində piyada və ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edilib. Layihə çərçivəsində metronun Nəriman Nərimanov stansiyasının ətrafında piyada və nəqliyyat axını nəzərə alınaraq avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq. Yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq. Görüləcək işlər nəticəsində Təbriz küçəsində piyadaların təhlükəsizliyi və rahatlığı artırılacaq, ictimai nəqliyyata əlçatanlıq yaxşılaşacaq, küçə məkanı müasir şəhər mobilliyi prinsiplərinə uyğun şəkildə olacaq.
Respublika ərazisində radio nəzarət imkanlarının genişləndirilməsi, radio tezlik spektrinin daha səmərəli idarə olunması və müasir texnologiyaların tətbiqi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Dövlət Radio Tezlikləri İdarəsi tərəfindən növbəti günəş panelli avtonom radio monitorinq stansiyası Kəlbəcərdə quraşdırılaraq istifadəyə verilib. Yeni yaradılan infrastruktur radio monitorinq proseslərinin daha çevik və effektiv şəkildə həyata keçirilməsinə imkan verir. Texniki imkanları sayəsində günün istənilən vaxtında stansiyaya məsafədən qoşulmaq, real vaxt rejimində spektr məşğulluğunu izləmək, ölçmə nəticələrini təhlil etmək və radio nəzarət proseslərini məsafədən idarə etmək mümkündür. Bu stansiyada digər radio monitorinq stansiyalarının istismarı və müasir texnoloji tələblər nəzərə almaqla modernizasiya işləri aparılıb. Video müşahidə sistemi quraşdırılıb. Həmçinin enerji resurslarından səmərəli istifadə məqsədi ilə avadanlıqların məsafədən aktiv və ya deaktiv olunmasına imkan verən idarəetmə funksiyası tətbiq edilib. Bakı Metropoliteni GSC tərəfindən süni intellektə əsaslı innovativ həllərlə sərnişin daşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin potensialının reallaşdırılması məqsədi ilə Metro Hackathon layihəsi keçirilib. Yarışmada 18 komanda mübarizə aparıb. İştirakçılar metronun real məlumat bazasından istifadə edərək süni intellekt mühəndisliyindən data analitikasına qədər müxtəlif istiqamətlərdə güclərini sınamaq imkanı əldə ediblər. Birinci yerə Xətai, ikinci yerə Gənclik, üçüncü yerə isə Sahil komandası layiq görülüb. Həmçinin perspektivli gənclərə metro sistemində layihələrini tətbiq etmək və gələcək karyeraları üçün əlavə təcrübə qazanmaq baxımından geniş şərait imkanları təqdim olunub. Azərbaycan Dəmir Yolları ictimai nəqliyyatda ilk dəfə olaraq Sima Pay üst tanıma ödəniş sisteminin tətbiqinə başlayıb. Üst tanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmir Yol Vağzalı, Sumqayıt Dəmir Yol Vağzalı və Koroğlu dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür. Bu innovativ addım sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan turniketlərdən sürətli və daha rahat keçid imkanı verir. Səyahətin başladığı ilk saniyədən texnoloji rahatlığı hiss etdirir. Sərnişinlər ADI Mobile mobil tətbiqində üst tanıma ilə keçin bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər. Çində tətbiq edilən yeni ağıllı metro stansiyası modeli şəhər nəqliyyatında təhlükəsizlik, monitorinq və əməliyyat səmərəliliyinin artırılması üçün innovativ yanaşma təqdim edir. Robot itlər stansiya ərazisində patrul xidməti həyata keçirərək təhlükəsizlik risklərini və texniki nasazlıqları real vaxt rejimində aşkarlayır. Dronlar geniş ərazilərin monitorinqini sürətləndirir və əlçatanlığı məhdud olan məkanlarda yoxlamaların aparılmasını təmin edir. Süni intellekt əsaslı sistemlər sərnişin axınını və qeyri-adi davranışları analiz edərək potensial risklər barədə operativ xəbərdarlıqlar təqdim edir. Avtomatlaşdırılmış monitorinq həlləri avadanlıqların texniki vəziyyətini davamlı izləyərək nasazlıqların qarşısının əvvəlcədən alınmasına imkan yaradır. Ağıllı nəzarət texnologiyaları əməliyyat səmərəliliyini artırmaqla yanaşı metro infrastrukturunun daha təhlükəsiz, dayanıqlı və çevik idarə olunmasını dəstəkləyir. Amazon süni intellektlə işləyən yeni avtonom anbar robotunu təqdim edib. Bu robot artıq xüsusi proqram və ya kod olmadan əməkdaşların şifahi tapşırıqlarını anlayıb yerinə yetirə bilir. Əvvəllər robotları idarə etmək üçün xüsusi proqramlardan istifadə olunurdu. İndi isə əməkdaşlar sadəcə tapşırığı deyir, robot isə işi necə və nə vaxt görəcəyini özü planlaşdırır. Yeni robot əvvəlki modellərdən fərqli olaraq anbarın daha böyük hissəsində işləyə bilir. O məhsulların qəbulu, daşınması və digər logistika işlərini yerinə yetirə bilir. Bu texnologiyanın məqsədi işçiləri əvəz etmək deyil, onların işini asanlaşdırmaq və məhsuldarlığı artırmaqdır. Beləliklə, bugün sizə təqdim edəcəyimiz xəbərlər bunlar idi. Nəqliyyat və telekommunikasiya sahələrində ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin. Mən süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı Narin. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun, növbəti buraxılışda görüşənədək.